Gel otur, sözüm var ki. Ne oldu be mama? Sen belə eləyəndə elə biləm nəsə olub. Olub da olub, olub. Deməli, bu İlkin mənə deyir ki, atam niyə belə eləyir? Niyə mənim evlənməyimi istəmir? Əgər istəmirsə, mən vəfamda götürüb gedəcəm Londona, qaydacam. Neyniyəcəm mən, ay bala? Açığı, mən də başa düşə bilmirəm. Papa niyə belə eləsin ki? Mən də. Qoy gəlsin atan. Oturub əməli başı söhbət eləyəcəm ona. Nə bilim. Gəlir. Gəl hakim, gəl. Sabahın xeyir. Necəsən? Yaxşıyam, sən necəsən? Ha, eşidirəm səni, Sevil. Nəsə deyəcəkdim mənəm. Yenə nə təzə ideyam var. Əməl eləyək. Yaxşıdır, hər şey zarafata salma. Valla zarafat eləmirəm. Gəl otur yanımda, sözüm var sənə. Ha, eşidirəm səni. Taleyimin kraliçası. Hakim, sənə bir söz deyəcəm. Amma əsəbləşmə, mənə diqqətlə qulaq as, xahiş edirəm. Nəsə ciddi məsələdir? Ha, de də, Sevil. Hə, İlkinin evlənmək məsələsi barədə söhbət eləmək istəyirəm bir daha səninlə. Hə də papa, niyə mane olaq ki? Sevirlər bir-birini. Hə? Hakim, bax, bu uşaq vəfanı sevir. Qız da onu sevir. Və onlar evlənmək istəyirlər. Ciddi. Bu çox gözəldir, mən buna çox sevinirəm. Amma sən onların evlənməyini istəmirsən. Və İlkin mənə dedi ki, əgər atam razı olmasa, mən qızı da götürüb gedəcəm Londona. Qaydacam oraya, sən bunu istəyirsən. Eləməzlər. Niyə eləmirlər ki? Eləyərlər. İkisi də savadlı kadrlardır. Gedərlər xaricdə, işləyərlər. 1-2 il çətin olar, sonra hər şey düzələr. Bəli, əlbəttə. Hakim Aysel düz deyir. Mən bundan qorxuram, gedərlər. Hakim, həm də bunları ayırmaq da günahdır. Allah günahdır. Bir-birini çox istəyirlər. Sonra biz də peşman olarıq, onlar da peşman olur. Nə olar, gəl bu uşaqların xoşbəxtliyinə mane olmayaq. Onlara kömək eləyək.